Daha 4 ölkənin turistləri Azərbaycana vizasız gələ biləcəklər. Belə ki, vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə Səudiyyə Ərəbistan Krallığının, Oman Sultanlığının, Küveyt dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan ərazisinə daxil olması üçün viza tələbi ləğv edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilibdir. Bildirilir ki, yeni qaydaların qüvvədə olduğu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycan Respublikasına 3 dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Xatırladım ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması vacibdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün asan xidmət mərkəzlərində fəaliyyət göstərən miqrasiya xidmətləri işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya xidmətin rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.